Salam aleykum dostlar. Mənim adım Əsgər Ağadır. Mənim də adım Mir Kamildir. Biz xala oğluyuq. Qardaşımdır, mənim balaca qardaşımdır. Bu gündən istəyirik ki, biz YouTube-a başlayaq, YouTube videoları çəkək. Nə bilim, gördüyümüz maraqlı şeyləri, podcast, iləride bəlkə podcast da ola bilər, vlog videoları da ola bilər. Yavaşdan biz də başlamaq istəyirik. İnşallah ki, videolarımızı bəyənərsiniz. Maraqlı videolar gələr. Biz ilk addımlarımızı bu video ilə başlayırıq. Yəni ki, təbii ki də bu videoya dəstək olmağınızı gözləyirik. Çünki hər şeyin ilk pilləsi güclü olmalıdır ki, belə deyək. Necə deyirlər onu? Yavaş-yavaş qalxacaq. Yavaş-yavaş inşallah qalxacaq. Yəni gözləyirik sizdən bu dəstəyi inşallah qalxmaq üçün. Ona görə əlimizdən gələni gözəl edəcəyik. güşələrindən videolar çəkəcəyik inşallah. Bizə maraqlı olan videoları çəkib paylaşacağıq. Bəlkə siz də xoşlayarsınız. Nə bilim, inşallah xarici ölkələrə gedərik, maraqlı vloglar çəkərik, ya başqa şəhərlərdən vloglar çəkərik. Yəni bir yerdə sizinlə birlikdə böyüməyi fikirləşirik. Hələ ki İstanbuldayıq, yəni sizin də bəlkə maraqlı qalan bölgələr olar, ağlınızda qalan suallar olar. Misal üçün İstanbulun falan yeri necədir, falan şeyləri necə eləyirlər kimi. Suallarınızın hamısını yorumlarda gözləyirik. Cavablandırmağa və yaxud bizim bilmədiyimiz cavablar olsa da sizinlə birlikdə öyrənməyə hazırıq. İnşallah ki, elə olacaq. İndi hardayıq biz? Hər şeyin başını bıraxaq. Biz hələ ki Kuzguncuqdayıq, Üsküdarda. Hələ ki bura fırlanaq. Yəqin ki bir sonraki bölümlər başqa yerlərdə olacaq. İstanbul bizim əlimizin altındadır. Ona görə ürəyimiz arasıyır. Bu gün burada, sabah İstanbulun tamam fərqli yerlərində ola bilərik. O görə sizdən gözləyirik. Gözəl, gözəl. İndi də istəyirəm Kuzguncuğu biraz göstərək dostlara. Sonra bir kafede oturaq, biraz dərdləşərik, podcast tarzı olar. Məncə də yəni normal videolar çəkməyə çalışacağıq inşallah. Yəni əlimizdən gəldiyi qədər bu gün buranı göstərməyə çalışaq. Siz də təxmini tutdunuz da yəqin ki nə eləmək istədiyimizi. Heç bir şey dostlar, başlayırıq Kuzguncuğun ətrafını göstərməyə. Bir də bir kafede oturacağıq yəqin ki. Xoş istirahətlər. Bayaqları biraz sizə Kuzguncuq ətrafını göstərdik. Buna fikir verməyin əlimdəkinə. Gələn videoya inşallah internetdən mikrofon zakaz eləmişik. Mikrofonumuz gəlsin. İnşallah gələn videoda tam şəraitlə olacaq qarşınızda.
ümid edirik ki inşallah elə olacaq. Müvəqqəti olaraq ilk başlarda hamı belə başlayır deyə biz də belə başlayaq dedik. Yəni sıfırdan da yəni bilinsin ki biz noldan başlayırıq. Önümüzdeki videolarda da tam təchizat hər şey gəlir. Normal videolarımız gələcək yəni. Bu arada Pirokda Çikidons'dur. Çikidons. Yəni, mənzərəsi bomba olsa da 1 saatdır gəzirik. İndi normal bir də kafe falan tapmışıq oturmağa. Dadı yaxşı olan da yəni bizlik olan asılı. Ümid edirəm gələn dəfə daha yaxşı yerlərdən gələcək video. Hələ ki müvəqqəti olaraq bunu idarə eləyin də. Məqsəd özümüzü tanıtmaq da hələ ki. Ne düşünürsən sən bu kuzguncukla? Nə düşünürəm deyəndə heç mənlik yerdə öl açıqdası. Yəni açığı deyim də qəşəngdir. Hə. Gecə gəlsin bəlkə ləzzət eləyər. Burası mənlik deyil də çünki bundan daha yaxşı yerlər var. Hə, sadə yerlərdən deyirəm amma yəni turistik yerləri bir qıraq ha. Sadə olan yerdən bunlar da Kadıköy misal üçün buradan 1000 dəfə yaxşıdır. Kadıköy məhəllələri mən də razıyam. Buradan yaxşıdır. Nə bilim, Google-da yazanda İstanbulda hara gedə bilərəm? Kuzguncuq birinci çıxan yerlərdəndir də məhəllə olaraq. Elə mənim aklıma da gəldi ki, Kuzguncuqda gedək video çəkək. Həm ilk videomuz oldu. İlk videomuz onsuz o qədər də profesional olmayacaq. Dedim elə bilə çəkək, giriş videosu kimi olsun da, yadda qalsın. Bu arada arxamda da kilsə var. Hə. İbadətimizdə eləyirik, ibadətimizdə eləyirik qardaşım. Hə. Bir də yol var, o da haqqın yolu. Tək bir yol var, o da haqqın yolu. La ilahe illallah. Hayatta güzel yol var. Hakkın yolu. La ilahe illallah. Allahu Ekber. Yəni Hikmət Saveskində dediyi kimi. Elədir bura. Başqa yollara qurşanmayın. Hasidun nə olur olsun, Proqun əsas odur oldu ki. mu? Sən xətrə baxa da proqun dadına. Bu arada köşlü piroktu, köşlü pirok. Tadı normal değil. Mənim acımda da desem bundan almıştık ha. Tort bundan değil idi. Nənəmin pirogundan. Yok eşi. Sizə qısa bir şey deyim. Nə edirsin? Türkiyəyə gələndə özünüzlə çay gətirin. Nə yaxşı olsa da çay Bərbad. bərbaddır da, yəni çox pisləmir yəni. İçiləsi deyil də o qədər. Yəni şəkər atmasının içinə içmək mümkün deyil mənə görə. Açıqcası hər millətin məncə öz ağız dadı var da. Bunlar da bəlkə başqa ölkənin çayını bəyənmirlər. Məsəl üçün mənim Özbək, Türkmen dostlarım var. Onlar yaşıl çay içir Pasiyanı, qara çayı sevmirlər. Məsəl üçün onlar buranın çayını sevmir. Ümumiyyətlə qara çay sevmirlər, içəmirlər. Məsəl üçün bəzi insanlar deyir ki, Azərbaycanın siqareti yaxşı, daha yaxşı siqaretdir. Başqa bir ölkədə siqaret çəkənmirlər. Siqaret də eyni şeydir. Hər millətin öz ağız dadına görə siqaret şeydirlər. Məsələn, türklər də məsəl üçün başqa ölkənin siqaretini xoşlamırlar. Sen ne anlatıyorsun be abla, gözünü seveyim be abi. Amma hər ölkənin ağız dadıdır, necədir bilmirəm. Prosta buran yeməkləri olsun. Allah gələn danışma, doğru. Nə olur olsun. Yəni oturmur, təkcə çay yox, bəzi yeməkləri falan da bilmirəm bizim ölkədə baharat çoxdurmu? Ya necədirsə, əməlli başlı elə yeməklərin dadı yoxdur da əsası. Su kimi bir şeydir də, yəni suyu necə şey dadı olmur ha çoxda. Məncə hər şeyin də dadı yox. Burada nəyə xoşlamıram? Taze fasulye var ha. Berbat bir yeməkdir. Fasulye lobyadır, o təzə lobya oluyor bizdə. Balaca doğrayıb qovururlar, pişirirlər yumurta ilə zadla. Hə. O arada qar yağır. Qardır bu yaxan biraz. Qar Yox, qarın etməzlər. ağacdan düşür şeylər. A few moments later. Hə. Taze fasulyeyi berbat pişirirlər. Özdə bilsən uzun pişirirlər. Bir dalını qopardılar, bir başını qopar, uzun qalır. Bildiğin paxla lobyadır. Ona deyirlər. Bizdə uzun oluyor böyle bu boyda. Bilmirəm mən. Hə. Berbat pişirirlər. Bir də tomatlı sulu pişirirlər. Yeniləsi deyirlər. Bir də mənə deyirlər ki, taze fasulyeyi nasıl bəyənmiyorsun? En güzel yemek falan filan. Nəyin bəyənməm? Normalde güzel yeməkdir. Burada siz pişirəmirsiniz də. Boşuna deməm. Mən buranın çox yeməklərinə öyrəşə bilmirəm. Misal üçün mən burada dürüm yeyə bilmirəm. Yeyirəm, mən 1-2 saat mənim ürəyim bulanır. Dürüm. Dürüm yeyə bilmirəm. Dönəri bəzi idarə elə. Dönərin içində kartof qoyarlar ha.
Bu nə yaşayışdır? Məncə dürüm daha yaxşıdır. Prosta bunlar Hatay üsulu eləyirlər də, sosunu çox eləyirlər. Ay sağ ol. Hatay üsulu bir də nə dönər olaraq amma Azərbaycan dönəri başqadır da bura. Başqa deyirlər. Bilmirəm içində xiyar, pomidor zat, nəmi o, başı, Mamam balası. Başı var. on dönər kimi eləyirlər də bura. Azərbaycan üsulu burada tamamilə fərqlidir. Buranın dönərləri şey olur, çox qarışıq olur şey, brat. Bizimki sadə olur. Ləzzətli də olur da. Burada belə içinə əllərinə nə keçir atırlar, yaxşı olsun deyə məncə, amma elə şeylər var ki, bir-birinin dadını öldürür. O görə yibaşua. Bu arada bu vlog olmadı, podcast videosu oldu. Podkast oldu, amma biz bu maraqlandıracağıq da, təbii ki, yəni Salak salak konuşma lan. ürəyimizi sıxmayacaq belə şey videolarla. Amma maraqlı bir şey cəldərik də, yəni. Evet. Bacararıq, mən inanıram özümüzə. A few moments later. Sözümüzü burada qəşəng cins itlərdə çox var. Məhəllədə gəziyor sərdən. Bayaqlar bir dənə golden gördüm. Küçədə yatır da. Sadəcə heç kəsin desin xəbəri yoxdur bu itin golden olduğu. Ya da ki, Küçədə batıb gedir, onu qabağa çəkmək lazım elə itləri. əlbəttə elə itlərin əlindən tutub qabağa çəkmək lazımdır. Prosta bu ölkənin ev və heyvana ehtiyacı yoxdur da, yəni. O qədər şeydir ki, evlərində saxlamaq istəyir. Olsa küçəyə hara çıxsalar itdir. Yəni liboy yerdə insandan çox it var. Evində saxlayanlar pul verib almasa o qiymət vermirlər. Bəzi insanlar var, evində heyvan saxlamağı sevir. Məsəl üçün mən əvvəl pişik saxlayırdım, evdə pişiyim var idi. Amma mənim pişiyə qarşı allergiyam var imiş. Qaşınırdım. Həqiqətən də 1-2 il mən gəzmədiyim xəstəxana qalmadı. Axırda bir nəfər mənə məsləhət verdi, bəlkə sənin pişiyə qarşı, tüklü heyvana qarşı allergiyan var. O pişiyi evdən yolla getsin. O pişiyi yolladım getdi evdən. Pişik rasxoda getdi də o pişik. Hə, pişik rasxoda getdi. Amma qaşıntım kəsdi. Amma bəzi insanlar da var ki, evində it saxlamağı sevir. Mən məsələ it alınmır evdə. Məsəl üçün pişik deyək ki, gedər quma sıçır da. İt hara gəldi, sıçır batırır da bura. Olmur da, başa dönərəm. Yox, mən əksinə pişikləri xoşlamıram. Nə evdən nə çöldə, amma evdə it saxlayaram. Evin içində. Amma evin içində it saxlayaram, brat. Xoşlayıram yəni. İtlərə qarşı ayrı sempatiyam var. Şəhərdə saxlamaq pisdir. Çıxardasan çölə, bayrağa, deyək brat. Binada yox, əlbəttə ki, binada saxlamaq. Gəzdirsən, bu tualetin eləyir, sonra üstündə klok gəzdirməlisən, onun tualetini təmizləməlisən, eləməlisən. Niyə o əziyyət çəkmir? Mən itin niyə poxun təmizləyim mən? Yox, yalnız şeydir, şəraitin varsa binada yox, əlbəttə ki. Evet. Bağçalı evin varsa, misal üçün də, yəni arxa bağçın olar, yəni saxlayıcı şəraitin varsa, itin normal gəzib dolaşa biləcəyi yer varsa, evdə it saxlamaq olar. Yəni kətdə yaşayırsansa, olsa kətdə libo yerdə saxlaya bilirsən həyətdə. Prosta ki, şəhərdə bir yerdə bağçalı bir evin varsa, əlbəttə ki, saxlayarsan. Mən şəxsən elə bir şeyim var, xəyalım var. Evi saxlamaq kimi. Evin içində, brat. Bütün günü. Hansı cins deyəndə ki, maraqlı bir şeydir. Dəqiq bilmirəm bazı. Gəlib evin içində kanqal saxlaya bilmərəm, yəni. Evin içində kanqal saxlaya, amma böyük kütləli itlərdən də şeydir, ləzzət eləyir mən. Prosta ki, kətdə, həyətdə saxlamaq üçün də olar. Amma evin içində çox oyuncaq kimi də balaca boşqab boyda it saxlamayırsan. Normaldır, nə bilim, Golden Retriever saxlaya bilərsən. Golden mənim ən sevdiyim itdir də. Bu arada Golden mənim, nə bilim, simpatiyam var da Golden'a. Şeydə sakit heyvandır, oynayır, həm əhval ruhiyyəli heyvandır, elə bil ki. Deyir ki, hər şey bombadır da. Məsəl üçün, şey var, lazımsız, Eurovision izləmsən heç? Yox, brat, izləməmişəm. Eurovision'da hamı gərəksiz yerə sevinir abi. Hansı ölkə çıxır çıxmamışsın, hamı sevinir, bayraq saxlayır. O iti də görəndə mən Eurovision'u hiss edirəm ki, gərəksiz sevincdir də, Bastianı sevinirsən. Golden Retriever, bir də Husky. Bu iki itdən birini saxlamaq istəyərəm mən. Husky'nin video ləzzətlidir, belə video heyvandır, görünüşdə hətta. Xasiyyəti də var, balaca uşaq kimi bir itdir. Çox tripləri var prosta Husky'lərin. Çox belə yersiz yerə sən trip ata bilər, əməl vaxt inciyə bilərsən də. Onun nazı ilə oynayasan gərək. Prosta uşaqlıqdan libo iti istədiyin kimi böyüdə bilirsən də. Yəni kanqal saxlayır millət evində uşaqlıqdan, elə bil şeydir. Kanqalı elə saxlayırlar ki, zıvanok saxlamısan elə bil. Ya da Golden Retriever kimi hər gün gülür, oynayır, gəzir. Golden'a geçən mən mülayim heyvanam da. Oyna da mənə bütün günü. Hə, Golden'a görə mənə ləzzət edir. Amma həyət evim olarsa, normal həyət evi, yox, bir oyuna zincir vurub dama bağlamayım.
Sobaneti böyütmürəm mən. Ay sağ ol, evdə rahat gəlsin oynasın Hə. falan deyə. Ya başımı qatmağa. Yaxşı bir də. Səni zoramız. Yox Murat, Eurovision izləmirəm. 2015'e kadar mod izliyordu ya Eurovision yadındadır. Sənin yadına gəlməzlər. Sındırmadı həmən indi yaşamadın. Eurovision öldü ölkədə. Mən şəxsən də heç vaxt izləməmişəm Eurovision falan. Burası sizə bir də söz deyim də, yəni vlog necə oldu ki, mənzərəli yerlərdən birdən-birə Eurovision söhbətinə döndü. Söhbət də bura delirik. Bura Əslində biz podkastı gələn şey də videoda çəkəcəkdik. Necə oldu podkasta döndü video. bu videonu bura qədər izləyənlər, sən iş yüzün yoxdur, oturub bura qədər izlə. Ən fazla bizim tanış-tunuşlar oturub izləyəndə bizim söhbətimizə görə. Amma sən bizi tanımırsan, niyə bura qədər izləyirsən? Mən tanımadığım adam belə cici söhbətlər etsəm izləmərəm. Ya ki sən bekarsan, buradan sənin üzrə deyirəm. Ya sən bekarsan, ya da yemək yeyirsən. Başqa heç nə. Sən ya əlin yağlıdır falan, çevirə bilmirsən də ekrana. Bunlar nə danışır ya belə? Özündən nifrət edirsən ki, niyə bunlar izləyir? Ya yemək bişirir, ya əlində bir iş var. Ola bilər bəlkə kuxnada şeydə qab da yuya bilər, əli köpüklüdür. Yapılırsa ki, öz şeyin izləyicisi qıran yeganə YouTube kanalı bizi. Bir də bunlar olmaya da. Hə. Öz reytingini öldürən yeganə YouTube kanalı biz ola bilərik. O da fikir verməyin də. Olur da həyatdır. Çox xoşa gəldi də desəm bro. Yi də brat. Sən mən yemirəm. Yemirəm tabii. Say o deyil. Mənim başım qarışdı söhbətə. Xaloğlu doyunca yedi. Ləzzət elədi amma O da yemir brat, olsun mən yemirəm. Yo, niyə yemirsən? Yox, mən Mən sənin üçün şey də var, ha, qoz da var deyirsən. Səndə qoz yox idi. Sən qoz qoymayıblar brat. Mənə qoz qoymayıblar, sən amma qoyublar. O qoz var burada, qoz ləpəsi var. Yiyəcək. Hamısını yeyib brat. Hə, yedirəm. Edən kiməm bura? Sonra deməsinlər ajnaqdan. Ya narahat olmadan mən bura keçərəm. Bir tane çay verebilir bilir misin kanka? Ne var lan? Çay yok bok için. Biabır olduğu yerləri kəsmədikdən sonra gələn peşmançılıq hissi. Həqiqi kesib doğraya bilərdik biz bunu. Biz bir işə qalxışmışıq. Ya biabır olacaq, konkret biabır olacaq da, yəni bir üstünə biabır olacaq. Telefonlarım infaz eləyəcək heç kim bizə çatmasın da, yəni. Ya da ki, brat, məşhur olacaq. İkisindən biri. Ya partlayacaq, ya partladacaq. Ya Herro ya Merro. Ay sağ ol. Ya paputu da. Bu da hə. Gör kimdir bizim videomuzu izləyən. İzləyin lan ola. Amma. Qəşəng beynimdə fikirlər var mənim. Benim başımı görürsünüz, balada bir başım var. Ancak kainat boyda ağlım var. Ağıl benim başımı patladı. Ben geceler yata bilmirəm. Gələn həftə ssenari yazacaq. Belə paptu söhbətlər eləməyək. Ssenari yazaq. Təbii ki, içində ani gəlişmələr, ani söhbətlər olacaq. Amma ssenari yazacaq, o ssenari üstündən gedək. Məsələn, gündəm üstündən gedək. Gündəmdə bu gün nə olub? Onu müzakirə eləyəcəyik. Gecəsə maraqlı deyil, olsun bizim o gündən müzakirə eləyirik. Heç kim mezinə deyil də, yəni. Amma şey də eləyə bilərik də. Bir müddətdən sonra özümüzü tamamilə buraxıb şeyə gedə bilərik. Cəmaatda müsahibə falan da ala bilərik. Müsahibə də alarıq da, problem deyil. Müsahibə bizdik. Müsahibə də alarıq artı. Mənim bir-iki dənə gəzinti vloqum var. Normal olsa təşəkkürlər. Normal olsa Cəmaat deyir bunlarla yaşayır. Normal olsa o gəzinti vloqlarımı da atarıq şeyə, YouTube kanalına. Bəlkə o ölkəyə getmək istəyən insana kömək olar. Videodan görüb daha rahat deyər ki, məsəl üçün qorxur tək getməyə. Mənim videoma baxıb deyə bilər ki, bunu burada belə eləyə bilərəm, elə eləyərəm. Ya bundan sonra da gedəcəyim ölkədə və yaxud da şəhər dışı gəzəcəyimiz yerlərdə vlog çəkək ki, insanlar tanısın o yerləri. Çətinlik çəkməsin. Bəlkə bizim videoya baxandan sonra aklına gəlir ki, mən bu gedib ora, mən də gedim. Ya deyirlər ki, bu gedib bazarıbsa, mən 50 belə bazararam. Bu bazarıbsa, mən bundan yaxşı bazararam da, yəni. Gətirən rasxoda gedir. İstəmirəm də gətirməm mənə gəl. Mənə brat, mən ataram yəni. Qoy cibinə evə bura. Ehsandır da elə. Hava itdalar. Ya, plus da ki, yəni biz çox şey eləyə bilərik ya. Bizə bir damcı tırka verin, sən öp. Eləyərsən, sənə inanmıram. Sən haqq yeri miri sənsən, miri.
Mən istədəm güvənmirsən, mən niyə güvənirsən Murat? Başqa çıxış yolum yoxdur, ona görə güvəndim. Axırıncı yol mənəm də, yəni. O qədər yol var idi. Niyə axırıncı yolu seçdin axı? Əslində mənim 3 ildir ki beynimdə var belə bir YouTube kanalı açım ya podkast çəkim falan filan. Beynimdə əvvəllər Yusif var idi. Yusif də danışmağı sevirdi. İnşallah gələcək verilişlərimizdə Yusif də qonağımız olar. İnşallah. Yusif də Azərbaycandadır. Yusuf mənim qardaşımdır, böyük qardaşım. 4 yaş məndən böyükdür bu arada. Salam aleykum. Yuxudan indi durmuşam. Mən yatanda qar yox idi. İndi qar hər tərəf qardır. Hündürvari 5 santı. Axşama da yəqin ki 20 santı zadılar. Şairdir, bəstəkardır, meyxanaçıdır. meyxanaçıdır. Danışmağı sevən insandır. Yəni ki, Bazası çoxdur. Söz bazası çoxdur. Bazası çoxdur. Əhvalatları da çoxdur. Hər şey çoxdur. Dobro insan deyirlər də elə insana. Yusiflə çəkməyə fikirləşirdim. Amma Yusif uzaqda, mən uzaqda. İldə bir dəfə görüşürük, 5-6 aydan bir görüşürük, görüşmürük. Bir arada ola bilmirik. Ona görə tək də bilirsən, tək mənim vloglarım var. Amma Sən bir patteşka verən lazım idi, tırqa verən. sadəcə vlog çəkə bilərsən. Mənim də xəyalım idi, nə podkast videolar çəkim. İlərdə təbii ki 3-cü, 4-cü kişilər də qatılacaq bizə. Əlbəttə ki, qonaqlarımız da olacaq. Yəni bəlkə tanıdığınız insanlardan, məşhurlardan da ola bilər. Hər şey ola bilər. Yeni qonaqlarımız, yeni simalar, zatlar görə bilərsin. Daha maraqlı o, ailəmiz böyüyə bilər də. Amma ki tək olanda mən çəkə bilmirdim. Nə qədər tək, kimlə bir adamla oturub söhbət eləməlisən də. Dostlarınca deyirsən ki, gəl video çəkək. Ay yox, utanırıq falan, belə məzələnmə falan filan. Bir də rahat adam lazım idi. Rahat adamlar, sən də Mən də ki maşallah rahatlığın pik nöqtəsindəyəm. açıq yeyim, meyri. Ya dünya aləm bizim olmayan insanlar lazım. Azərbaycandır. Bəli, İnşallah. bəli. Karabağ Azerbaycan'dır. Oo. Yaşasın Azerbaycan bayrağı. Bizi linçləyənlər də çox olacaq. Gözümüz aydın Murat. Yox, bilirsən, bundan bunları gözə almaq lazımdır. Bizi linçləyənlər çox olacaq. Bizi nə bilim deyəcək, bu nə videodur falan filan. Hər sözümüzə bir quf qoyacaqlar onsuz. Əlbəttə. Elə insanlara o qədər də diqqətə almaq lazım deyil. Aşağıdakılar həmişə yuxarıdakıları danışar. Yuxarıdakılar aşağıdakıları heç vaxt danışmaz. Murat bizi dəstəkləyən 5-10 nəfər olsun, həqiqi dəstəkçi olsun bəsimiz. Yəni ma da şükür, ma da şükür. Mənə də şükür. Bu Def kimidir? Mağa da şükür. Mağa da şükür, mağa da şükür. Sağ olun, var olun. Yəni bu arada mən Nefsalalı, mən də Səlyanlı. yəni özümüz aran uşaqlarıyıq da. Yəni Aa. çox zad eləməyin qaqaş. Allah haqqı vecimizə dövr. Qəşəng layıqlar gəlsə balıq videosu çəkərik İstanbulda. Əlbəttə ki. Nefsala Səlyan deyən kimi ağla gələn şey balıqdır. Ona görə nə etməliyik? Gəsə yolun balıqda. Qəşəng güclü layıq gəlsə, boğazdan ağarıq, üzürük. Nə qədər 19 də. Hə, 19 dən yox, bura. Normalni. Video baxış gəlsin, layıq gəlsin. İkimiz də gedəcəyik. Yayda yoxsa yay gəlməmiş. Qışda. Qışda boğazda üzəcəyik. İndi yanvar aydı. Biz video paylaşandan sonra fevrala bir ay müddət qoyacağıq. Bu video paylaşandan sonra bir ay içində əgər videoya 1K like gəlsə, Boğazda üzürük. Qışın orada fevral ayında gedirik Boğazda üzürük. Nə tər məsləhətdir. Buradakılar görür, gedirlər bebəkdə falan qarın altında çimir eləyir. Ya biz o ürəyin sahibi deyilik. Yəni nə olsun, indi suyun içində böyümüşük, kanalda simşə böyüyən uşaqlar. Prosta qışda o qədər manyak deyilik də hələ. Amma 1000 like eləyə bilməyəcəyimiz şey yoxdur Murat. Elənçinə bura. Bugün bizi tanıdınız. Əsas bizim məqsədimiz danışmaqda özümüzü təqdim eləmək və kim olduğumuzu bilməyimiz üçün danışırıq da biz burada. Məncə bu qədər başımızı ağrıtdığımız bəsdir. Biraz İstanbulun dadını çıxardın da Murat. Elədir bura. Davay getdi. Görüşərik. İndi harda yox? İndi Beşiktaşdayıq. Beşiktaş meydanda. Çarşıya gəldik. Biraz buralardan eləyərik. Gəzək. Sonra bir defa yol başımızdan. Sonra da normal bir yer taparıq. Dışarıdan yemək soxarıq. Yəqin ki. Yəni saniyələr içində siz İstanbulun fərqli nöqtələrinə atırıq. Day nə istəyirsiniz ha? Çıkdonsda yəni. Çıkdons. Ya yemək soxarıq. Bu da şeydir. Qartaldır. Beşiktaş Qartaldır. Meydandayıq. Bəli. Meydandayıq, Sivyaz'dayıq Bratuqaları. Meydandayım, Sivyaz'dayım, hər an, hər dəqiqə, hər an. Pasiyanlı. Sivyazayıq da yəni.
Bəli. İzləmədə qaldı. Oldu, öptüm, davay. Kamil müəllimlə gəlmişik, video yeyir. Dənizdən çıxan hər şey yeməlidir. Evet. Əli yox. Nəzər Seyid. Dərk kim, ha? Kumar İbrət. Son zamanlar yaptıklarıma bakma ne olursun. Benim aklım başımda değil. Sana söylediklerimi kafana takma ne olursun. Onlar ipe sapa gelir şeylerdi.